Uşaqlar, salam. Biz bugün biyologiya 8-ci sinif yeni dərslik əsasında yeni bir dərsin izahına baxırıq. 2.3 bitki orqanizmində maddələrin daşınması mövzusunu ətraflı deməli nəzərə yetirəcəyik. Burada bizə bir ağac göstərilib. Bu sequoia ağacıdır. Biz bilirik ki, bunun hündürlüyü 50-85 metr, gövdəsinin diametri isə 6-8 metr olan nəhəng sequoia ağacıdır. Və bu sequoia ağacının bu qədər hündür olmasına baxmayaraq bu hündür ağacın düz zirvəsinə qədər çatır. Bəs necə olur ki, su bu şəkildə onun zirvəsinə qədər çata bilir? Və bitkilərdə suyun daşınmasına hansı amillər təsir göstərir? Və yaxud da ki, gül mağazalarından alınan güllərin uzun müddət su ilə dolu vazalarda solmadan yaşaya bilməsinin səbəbi nə ola bilər? Bu suallara burada cavab tapacağıq. Biz bitkiləri iki qrupa bölmüşdük, yadınızdadırsa, çiçəkli bitkilərə və çiçəksiz bitkilərə. Çiçəksiz bitkilərdən olan yosunların və mamırların ötürücü toxuması yoxdur və onların kökləri yoxdur. Yəni, onların vegetativ orqanları, kök, gövdə və yarpaqları yoxdur və onlarda bu orqanlar olmadığına görə təbii ki, ötürücü toxumaları da yoxdur. Bəs yaxşı, bu bitkilər necə olur ki, bəs kökün funksiyasını nə yerinə yetirir? Bunlarda kökün funksiyasını yerinə yetirən orqan rizoidlərdir ki, rizo, kök, eidos, kökə bənzər, yəni çıxıntılar var ki, bunun sayəsində o bitkilər rizoidlərin köməyi ilə su və mineral maddələri torpaqdan qəbul edir və diffuziya yolu ilə həmin maddələri öz üzərində daşıyır. Yəni, söhbət təbii ki, burada bitən mamırlardan gedir, rütubətli yerdə bitən mamırlardan gedir. Çünki yosunlar zaten suyun altındadır. Onlar bütün bədən səthində də suyu qəbul edirlər. Mamırlar da bu şəkildə. Mamırlarda ötürücü toxumalar yoxdur və onlar rütubətli yerlərdə olduğuna görə bütün bədən səthi ilə osmos diffuziya yolu ilə suyu özünə doğru çəkirlər. Amma digər bitkilər, yenə də çiçəksiz bitkilərdir. Bunlar qıcılardır, qatır quyruqlardır, plaunlardır, çılpaq toxumlardır ki, bunlarda su və mineral maddələr çiçəkli bitkilərdə olduğu kimi daşınır. Yəni, bunların kökü var və köklər vasitəsilə bitkiyə su və mineral maddələr daşınır. Yarpaqlarda fotosintez nəticəsində əmələ gələn üzvü maddələr də digər orqanlara ötürücü toxumaları vasitəsilə daşınır. Yəni, ötürücü toxumalar su və mineral maddələrin və üzvü maddələrin daşınmasında iştirak edirlər. Məsələn, burada bizə belə təcrübə göstərilib, bitkilərdə maddələrin daşınması ilə bağlı müxtəlif rəngli sular hazırlanır. Qırmızı, göy və ya göy mürəkkəb, qida boyası və s. və bunların içərisinə ot bitkisi, cavan ot bitkisi yerləşdirilir. Bir neçə damcı da bu boyalardan belə deyək ki, atandan sonra, bitkini oraya yerləşdirəndən sonra bir neçə saat gözləyirlər və bir neçə saat gözlədikdən sonra, bir müddətdən sonra bitki növündə, ölçüsündən asılı olaraq dəyişikliklər müşahidə olunacaq. Məsələn, onların yarpaqlarına, gövdəsinə diqqətlə baxsaq, hansı rəngdə suya qoymuşuqsa, həmin rəngin onun damarlarında və yaxud da ki, gövdəsində biz onu deməli müşahidə etmiş olarıq. Və yaxud da yarpağın saplağında biz həmin o rəngi müşahidə etmiş olarıq və lupa ilə də diqqətdən baxsaq təbii ki, hansı toxuma vasitəsilə bitkinin hansı toxumasında onun hərəkət etdiyini görə bilərik. Təbii ki, bu hansı toxum olacaq? Bu boyanmış toxuma ötürücü toxumadır. Ötürücü borular, ksilema borulardır. Bu təcrübədən hansı nəticəyə gəlmək olar? O nəticəyə gəlmək olar ki, rəng hardan hərəkət edirsə, deməli həmin hissələrlə ksilema boruları ilə su deməli yuxarıya doğru hərəkət etmiş olur. İndi gəlin görək, bəs yaxşı, bitkilərdə su və suda həll olmuş maddələr necə daşınır? Torpaqların müxtəlif su tutma qabiliyyəti var. Yəni, bütün torpaqlarda suyun miqdarı eyni olmur. Və bu xüsusiyyətindən asılı olaraq da hər bir bitkinin ehtiyac duyduğu suyu, suda həll olmuş mineral maddələri almaq üçün torpaqda belə deyək ki, geniş bir sahəyə yayılan kökləri olmalıdır və həmin köklərinin üzərində də və bu su və mineral maddələri rahat udmaq üçün onlarda bax burada gördüyümüz kimi kök tükçükləri və yaxud da biz buna əmci tellər var. Bunlar var ki, kök tükçükləri də kökün uducu sahəsini artırır və biz bilirik ki, kök tükçükləri kökün qabıq hüceyrələrinin çıxıntılarıdır. Və diqqətlə baxsaq nə görərik? Görərik ki, böyük vakuola malikdir, ağ rəngdə olan vakuoldur, sitoplazması az miqdardadır, nüvə də qılafa doğru sıxışdırılmışdır. Ki, bu da oradan onu göstərir ki, bu hüceyrə yavaş-yavaş belə deyək ki, yaşlanır. Epidermis hüceyrələrinin, yəni xarici
qatının xarici qatı olan epidermis hüceyrələrinin hansı ki örtük toxumasıdır bu. Deməli tükçüklər nazik çıxıntısıdır və hər bir kök tükçüyü torpaq hissəcikləri arasında böyüyür, ətrafındakı mühitlə sıx təmasda olur. Baxın, torpağın hissələrinə doğru, içinə doğru hərəkət etmiş olur. Hər bir torpaq hissəciyini əhatə edən, burada mavi rəngdə göstərilmiş maye var ki, bu mayenin də içində mineral duzlarla zəngin olan bir məhluldur ki, həmin məhlul da kök tükçüləri tərəfindən mənimsənilir. Təbii ki, kök tükçüləri tərəfindən bunun sorulması nəticəsində həmin o kök tükçüyündən sonra ötürülür su və suda həll olmuş mineral maddələr, deməli epidermis, kökün qabıq hüceyrələrinə, oradan da endoderma vasitəsilə kök borucuqlarının kimi ötürülür. Baxın, buradan diqqətlə baxsaq görərik ki, kökün əmcə telləri, ondan sonra bax bu birinci üstdən örtən qat epidermisdir. Ondan sonra gəlir kökün qabıq qatı ta bax bu hissəyə qədər. Bunun rəngini dəyişsəm sizə daha yaxşı görünər bu. Baxın, bu hissəyə qədər, bax bu qat özü də kökün deməli qabıq qatıdır. Biz bilirik ki, epidermis örtük toxumasına aiddir. Qeyd edək bunu da özümüzdə. Sonra kökün qabığı parenxim və yaxud da əsas toxumaya aiddir. Daha sonra isə parenxim yazdım. Parenxim. Daha sonra isə deməli kökün qabığı ilə borucuqlar arasında bir deməli qat var. Hansı ki o kökün qabığını ötürücü toxumalardan ayırır. Baxın bu qat. Baxın bu qat, bu üstdən gedən bu qata biz endoderma deyəcəyik. Deməli su hərəkət edir kökün əmcə tellərindən sonra epidermisə, ondan sonra qabıq qatına, ondan sonra keçəcək endodermaya və nəhayət su hərəkət etmiş olacaq ksilema borularına. Və bu daşınma, yəni suyun bu şəkildə daşınması iki yolla baş verir. İlk olaraq birinci deməli hüceyrələr arasından, baxın, bunu birinci bu qırmızı ilə göstəriləndir. Hansı ki bu zaman su, deməli torpaqdan sorulan su və mineral maddələr, su və mineral duzlardan söhbət gedir. Bunlar hüceyrəyə daxil olmadan, yəni içinə keçmədən, baxın hüceyrənin xaricindən gedir. Daxil olmadan hüceyrə divarları və hüceyrə arası boşluqlar, baxın boşluqların içindən hərəkət edərək, yəni hüceyrənin içinə keçmədən gəlir, nəticədə çatır ksilema borularına sərbəst daşınır. Amma suda həll olmuş həm minerallar, həmçinin də şəkərlər, bax buna diqqət etmək lazımdır. Suda həll olmuş şəkər, amin turşuları kimi maddələrin daşınması isə hüceyrənin daxil hissəsindən, yəni hüceyrənin baxın içinə keçir membranına, hüceyrə membranından keçir, ondan sonra hüceyrənin daxili ilə bir hüceyrədən digər hüceyrəyə daşınır və beləliklə də qabıq hüceyrələrindən də keçəndən sonra gəlib deməli borucuqlara qədər gəlib çatır və bu ksilema borularına da fikir versək, bax belə ulduza bənzəyir. Baxın, ksilema boruları ulduz şəkillidir. Onun orada hərəkət yalnız bir istiqamətdədir. Aşağıdan yuxarıya doğru hərəkət etmiş olur. Amma onun kənarlarında qalmış, bax belə ulduzun sanki qollarının kənarlarında qalan hissələr isə ksilema boruları yox, bunlar isə floema borularıdır. Hansı ki, floema borularında həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru üzüm maddələr daşınır. Köklərin torpaqdan udduğu su, suda həll olmuş maddələr ta bitkinin gəlib, bax bu maddələr gəlib yarpağına qədər daşınır və yarpaqlarına, həmçinin oradan da digər hissələrinə ksilema boruları vasitəsilə qalxır, yəni gövdəyə, budaqlara və s. Və ksilемdə daşınma gördüyümüz kimi yalnız bir istiqamətdə olur. Bu atmosfer təzyiqinin, eyni zamanda yerin cazibə qüvvəsinin əksinə doğru olur. Deməli, həm atmosfer təzyiqi, həm də yerin cazibə qüvvəsi aşağıya doğrudur. Bu isə yuxarıya doğru, onun əksinə doğru hərəkət etmiş olur. Və kök sistemi ilə bax bu suyun bu şəkildə yuxarıya doğru hərəkət etməsinə səbəb bir neçə amil var. Gəlin bu amilləri baxaq ki, necə olur ki, bəs su yuxarıya doğru hərəkət etmiş olur. Yuxarıya doğru suyu dartan nədir? Yuxarıya doğru suyu hərəkət etməsinə səbəb bir kök təzyiqidir, kapilyarlıqdır, yarpaqların soruc qüvvəsidir və transpirasiyadır. İndi gəlin bunların hər birinə ayrı-ayrılıqda baxaq. Görək bunlar hər biri nə deməkdir? Kök təzyiqi necə olur, yaranır? Kök tükçüklərində suyun potensialı kökü əhatə edən torpaqdakı suyun potensialından azdır. Baxın, belə düşünək ki, bu deyək ki, kök tükçükləridir. Bu şəkildə göstərsək, kök tükçüklərini. Burada olan su potensialı
Köktükçülərində olan suyun potensialı kökü əhatə edən torpaqdakı suyun potensialından azdır. Yəni burada su azdır, çöldə su çoxdur. Təbii ki, biz nə bilirik? Bilirik ki, su potensialı yüksək olan yerdən suyun potensialı aşağı olan yerə doğru hərəkət edəcək və bu deməli konsentrasiya qradiyenti adlan sayəsində olur. Yəni konsentrasiya fərqi sayəsində. Və yaxud da su potensialı burada yüksəkdir, burada su potensialı azdır və nəticədə çoxdan aza doğru hərəkət etmiş olur və bu da kök təzyiqini yaradır. Bu konsentrasiya fərqi. Kök təzyiqi torpaqdan suyun kök tükçüklərinə keçməsinə, oradan da təbii ki gedir qabıq qatına, oradan endodermaya, daha sonra ksilema borularına və ksilema boruları ilə də yuxarıya qalxmasına imkan verən bir hərəkət verici qüvvədir. Deməli, kök təzyiqinin hərəkətə gətirir. Bəzi ot bitkilərinin, tutaq ki, gövdəsini kəssək, baxın, deyək ki, buradan onu kəsirik. Gövdəsini kəsəndən sonra o gövdənin o kəsilmiş hissəsindən bir müddət su axmağa başlayacaq. Və bir müddət bu suyun axmasına səbəb də təbii ki, kök təzyiqinin olmasıdır. Havada əgər rütubət yüksək olarsa, havada su çoxdur. Baxın, burada havada su çoxdur. Bu bitkini göstəririk. Qutasiyanın izahına baxaq. Havada su çoxdursa, bax, mavi ilə göstərək. Və rütubət yüksəkdir, yəni su çoxdur da belə deyək, rütubət yüksək və suyun sorulması da köklər vasitəsilə sürətli olursa, o zaman kök təzyiqinin təsiri ilə yuxarıya doğru hərəkət edən su buxarlanmaya imkan tapmır və nəticədə su bax belə damcılar şəklində ayrılır. Niyə damcılar? Çünki çöldə su axı çoxdur, havada rütubət çoxdur axı, buxarlana bilmir. Nəticədə kök təzyiqi də yüksək olduğuna görə su belə damcılar şəklində ayrılmağa başlayır. Və bu şəkildə damcılar şəklində suyun ayrılmasına biz Qutdasiya hadisəsi deyəcəyik ki, yarpağın kənarlarında baxın damcıları görmüş oluruq. Adətən Qutdasiyaya biz yazda, səhər tezdən pomidorda, çiyələkdə rast gələ bilərik. Onun yarpaqlarında biz onu müşahidə etmiş oluruq. Deməli, yadda saxlayırıq. Hansı bitkilər oldu? Pomidor və çiyələkdə. Və günəş havanı qızdırandan sonra təbii ki, buxarlanma başlayır və Qutdasiyada dayanmış olur. Su molekullarının, ksilemanın divarlarının səthinə yapışma xüsusiyyəti sayəsində kapillyarlıq hadisəsi yaranır. Yadınızda biz suyun funksiyalarından danışanda, deməli, borular vasitəsilə suyun hərəkətindən danışanda demişdik ki, suyun hərəkət etməsinə səbəb eyni zamanda suyun, deməli, potensial, suda olan polyarlığı idi. Bir suyun polyarlığı sayəsində hidrogen rabitəsi yaranırdı və nəticədə su borular, yəni damarlar vasitəsilə, oduncaq boruları ilə yuxarıya qalxa bilirdi kapillyar hidrogen rabitəsinin hesabına. Eyni zamanda oduncaq borunun divarı ilə su molekulları arasında deyirdik ki, cazibə qüvvəsi yaranır və həmin o səthə yapışmanın xüsusiyyətinə əsaslanaraq yuxarı qalxırdı. Amma təbii ki, burada həmçinin kapillyarlıq hadisəsi də əsas rol oynayır. Yəni bu nə deməkdir? Ksilema boruları nə qədər, baxın, burada bir təcrübə var, tutaq ki, suyun hərəkətinə baxsaq, kapillyar borunun diametri nə qədər kiçik olarsa, burada görürsünüz kiçikdir, burada böyükdür. Suyun qalxma hündürlüyü də bir o qədər çox olacaq. Yəni tərs mütənasibdir. Kapillyarlıq borunun diametri kiçik olduqda su daha hündürə qalxır. Ona görə də bitkidə olan ksilema borularını biz adi gözlə görə bilmərik. Çox nazik kapillyarlardır və bu belə deyək ki, oduncaq borularına əmələ gətirir, belə nazik kapillyarlar. Və bu borularda əlavə həmçinin cansız hüceyrələr olduğuna görə, baxın, nazikdir. Yəni çox belə ensizdirlər və arada ara kəsmə yoxdur. Ona görə biz bilirik ki, bunlar necə hüceyrələrdir? Bunlar cansız, ölü hüceyrələrdir. Və bu ölü cansız hüceyrələrin olması hesabına da suyun hərəkətinin aşağıdan yuxarıya getməsinə heç bir müqavimət, yəni yoxdur. Su rahat yuxarıya hərəkət edir və bununla da digər amillərlə müqayisədə kapillyarlıq oduncaq borularında suyun qalxmasında amma daha az təsir göstərir. Baxmayaraq ki, kapillyarlıq da suyun hərəkətinə təsir edir. Demək, kök təzyiqidir, kapillyarlıqdır. Bu hündürboylu ağaclarda suyun yuxarıya doğru daşınmasında əsas yox, köməkçi amildir. Yəni ona görə deyirik ki, kapillyarlıq o qədər də az təsir göstərir, o qədər də mühüm əhəmiyyətli deyil. Amma təbii ki, o da suyun hərəkətində mühüm rol oynayan, belə deyək də, amillərdən biridir. Təbii ki, amma biz buna
olmasına köməkçi amil deyəcəyik. Bəs yaxşı, necə olur ki, bəs yarpaqlardan, belə deyək ki, bitkinin kökündən su ta gedib yarpaqlara qədər çatır? Təbii ki, bu prosesin baş verməsinə səbəb yarpağın mezofil hüceyrələrində, yəni yarpağın daxili qatında olan fotosintez edici hüceyrələrdə olan fotosintez prosesinin getməsidir. Məsələn, yarpağın mezofil hüceyrələrinin gəlin sizə burada göstərək. Baxın, burada olan parenkim toxumasının fotosintez edici növü olan, baxın, sütunvari hüceyrələr, bir də süngərvari, deməli, parenkim hüceyrələrinin sayəsində burada fotosintez gedir. Həm fotosintezə su lazımdır, təbii ki, bunlara su yetməlidir. Həmçinin də burada mütəmadi olaraq buxarlanma zamanı su itkisi baş verir və nəticədə osmos təzyiqi yaranır. Və bu zaman nə baş verir uşaqlar? Suya ehtiyac var, düzdürmü? Demək, bunun içində su azdır. Həmçinin də buradan su buxarlanır. Burada deyək ki, ağızcığı düzdür göstərməyiblər. Deyək ki, ağızcıqdan su ətrafa yayılır. Və nəticədə nə baş verir? Bu hüceyrələrin içində su az olur. Və həmin hüceyrələrdə su az olduğuna görə bitki həmin hüceyrələrə mütləq su lazımdır. Deyək ki, bu hüceyrədir. Bunun içində su azdır, düzdürmü? Bəs yaxşı, bu hüceyrədə demək ki, su potensialı aşağıdır. Deməli, bu hüceyrədə su potensialı aşağıdır. Nəticədə onun yanında olan digər hüceyrələrdə isə su potensialı, yəni qonşu hüceyrələrdə su potensialı yüksəkdir. Yəni burada suyun miqdarı çoxdur. Su potensialı burada yüksəkdir. Onda nə baş verəcək təbii ki? Bu zaman yarpaq hüceyrələrinin su potensialı az olan hissədən və onlara qonşu hüceyrələr də digər özündən də çox su potensialı belə deyək, yüksək olan hüceyrədən, bunda su daha çoxdur, suyu özünə doğru çəkəcək. Nəticədə bu hüceyrə bundan alacaq suyu. Çünki burada su potensialı çoxdur. Burada su azalacaq, burada su potensialı çox olacaq. Bu da bundan alacaq. Və beləliklə də bir hüceyrədən, qonşu hüceyrəyə bu şəkildə su hərəkət etməyə başlayacaq ki, buna biz yarpağın sorucu qüvvəsinin yaranmasını, yəni bu bizim yarpağın sorucu qüvvəsinin yaranmasına səbəb olan bir hadisədir. Və beləliklə də yarpaq hüceyrələr bir-birindən belə suyu ala gedib ta ksilem borularına qədər çatacaq və ksilem borularında da köklərdən yarpaqlara belə deyək, boruya gəlir və borudan da həmin o hüceyrələrə keçə-keçə fasiləsiz olaraq köklərdən yarpağın ksilema borularına, oradan hüceyrələrə və bir hüceyrədən digər hüceyrəyə keçə-keçə fasiləsiz olaraq suyun hərəkəti davam etmiş olacaq. Və itirilmiş suyu əvəz etmək üçün kök tükçükləri təbii ki, deməli torpaqdan nə edəcək? Suyu alacaq, suda həll olmuş mineral maddələri sormalı olacaq. Deməli hamısı bir-birinə əlaqədardır. Əvvəlcə burada fotosintez getdi, tənəffüs getdi və yaxud da ki, buxarlanma getdi, su azaldı. Yarpağın sorucu qüvvəsi hesabına bir hüceyrədən digər hüceyrəyə su hərəkət etdi. Bunun hesabına ksilema borularından su alındı. Ksilema borularından su alındığına görə də ksilema boruları ilə su yuxarıya doğru təbii ki, dartılır, hərəkət edir və buna da səbəb suda olan potensial fərqi, daha doğrusu polyarlıq, yəni hidrogen rabitəsinin hesabına su boru ilə yuxarı hərəkət edir. Həmçinin suyun divarlara yapışması hesabına hərəkət edir. Həmçinin kapilyarlıq hesabına, yəni bu boruların çox nazik olması hesabına su yuxarıya hərəkət edir. Və bu da gətirib nəyə çıxardır? Gətirib aşağıdan kök tükçüklərinin torpaqdan suyu özünə çəkməsinə gətirib çıxardır ki, nəticədə də kök təzyiqi yaranmış olur. Baxın, burada da eyni şeyi görürük. Yuxarıda fotosintez getdi mezofil hüceyrələrdə, ondan sonra kapilyarlarda ilişikli su molekulları borunun divarları ilə sürünməsinə səbəb olur. Yəni ilişiklik orada yapışa-yapışa gedir və ilişiklik yaranırsa təbii ki, bu hidrogen rabitəsinin hesabına olur. Nəhəng su molekulları birləşib böyük molekul yaradır hidrogen rabitəsini və bu yapışqanlığın hesabına və bu da gətirir kök tükçüklərindən kök təzyiqinin yaranmasına və suyu özünə doğru çəkməsinə gətirib çıxartmış olacaqdır. Bu uşaqlar suda suyun və mineral duzların köklərdən, yəni bitkidə hərəkətini göstərdi. Demək ki, lap aşağıda su potensialı yüksəkdir, lap yuxarıda azdır. Və bu aşağıdan yuxarıya doğru su potensialının qradiyenti hesabına suyun hərəkətini biz müşahidə etmiş oluruq. Keçək növbəti hadisəyə, daşınmaya. Deməli, bitki orqanizmdə dedik ki, maddələrin daşınmasına təsir göstərən kök təzyiqi oldu, kapilyarlıq oldu, yarpaqların sorucu qüvvəsi oldu, bir də transpirasiya oldu.
Yaşıl bitkilər davamlı olaraq bildik ki, torpaqdan suyu udur. Bəs yaxşı, bu udulmuş suyun hamısı bəyən bitki tərəfindən istifadə edilirmi? Xeyr. Bir qismini tənəffüs üçün və ya fotosintez üçün istifadə edir. Bəs yerdə qalan hissələrini isə ağızcıqlardan və yaxud da ki, gövdədə olan mərciməklər vasitəsilə buxarlandırır ki, bu prosesi də biz transpirasiya deyəcəyik. Və buxarlanma sayəsində bitki günəşin həddən artıq qızdırıcı təsirinə qorunmuş olur. Burada bizə belə bir təcrübə göstərilib, transpirasiyanın sürətinin ölçülməsi. Deməli, bitkini və suyu miqdarını tənzimləyirlər və onu ölçürlər yaylı tərəzi vasitəsilə. Ölçdükdən sonra tutaq ki, burada olacaq məsələn ölçəndə deyək ki, olacaq 50 qram. Bir müddətdən sonra nə edirlər? Həmin o suyun üzərinə yağ təbəqəsi ilə örtürlər ki, suyun üzərindən buxarlanma getməsin. Və bir müddət keçdikdən sonra, 5 saatdan sonra təzədən yaylı tərəzini ölçəndə görürlər ki, çəki azalıb, məsələn, olubdu deyək ki, 30 qram. Və çəkinin azalmasına səbəb təbii ki, nə olacaq? Kütlə niyə itkisi baş verdi? Çünki yarpaqlar vasitəsilə suyun transpirasiyası, yəni buxarlanması müşahidə olundu. Bunun nəticəsində və niyə yağı tökdülər? Yağı ona görə tökdülər ki, buradakı suala baxaq, niyə yağ əlavə oldu ki, su buradan günəş şüalarının təsirindən buxarlanmasın. Və bu prosesdə ağızcıqların rolu nədir? Ağızcıqlar açıldıqda su demək buxarlanır. Və bununla da biz kütlə itkisi ilə, yəni burada kütlə itkisi nə qədərdir? 50-dən 30 çıxırıq. 30 qram çıxırıq, 20 qram kütlə itkisidir. Zaman da, deməli 20 qramı bölürük zamana. Zaman bizdə burada 5 saatdır. Deməli qram və saatla təbii ki, bu qramdır. Bu da 5 saat. O zaman deməli transpirasiyanın sürətini nə qədər olduğunu hesablasaq, 20-ni 5-ə bölürük 4. Transpirasiyanın sürəti 4 qram bölünmüş saatdır. Bu bir soru yadınızda saxlayaq. Kütlə itkisi və zamanı kütlə itkisini zamana bölməklə biz transpirasiyanın sürətini tapmış oluruq. Bəs yaxşı, transpirasiyaya hansı amillər təsir göstərir? Transpirasiyaya təbii ki, bitkinin anatomik xüsusiyyətləri, yəni yarpağın quruluşu, sahəsi, kutikulanın, yarpağın üst qatının kutikulanın qalınlığı, ağızcıqların sayı, yerləşmə yeri, yarpaq və gövdədə ötürücü toxumaların quruluşu, yerləşməsi, bunlar hamısı transpirasiyaya təsir göstərən anatomik amillərdən biridir. Yəni birinci olaraq anatomik. İkinci amil ətraf mühit amilidir. Ətraf mühit amilinə nə aiddir? İşığın intensivliyi, havanın temperaturu, rütubəti və temperaturu. Bu üç amil bitkidə transpirasiyanın sürətinə təsir göstərir. Və ilin müxtəlif fəsillərində, baxın, məsələn, gəlin burada transpirasiya sürətinin təsirə baxaq. Temperatur artdıqca transpirasiyanın sürəti artır, amma müəyyən bir andan sonra temperatur deyək ki, 25-30 dərəcə Selsiyə çatdıqda transpirasiya zəifləyir. Çünki temperatur yüksəldikdə bitki daha çox suyu buxarlandırır və su itkisinin qarşısını almaq üçün ağızcıqlar qapanır. Ağızcıqlar qapanan kimdir? Təbii ki, transpirasiyanın sürəti aşağı düşəcək. Digər bir amil rütubətdir. Rütubət artdıqca transpirasiyanın sürəti azalır, çünki havada su çox olur və su buxar şəklində ayrıla bilmir. Demək, azalır. Bir amil də küləkdir. Biz nə qədər küləkli hava olursa, o zaman transpirasiyanın sürətinin artdığını müşahidə edərik. Təbii ki, bir yerə qədər. Külək daha çox artdıqda transpirasiya sabit qalır. Dəyişmir sürəti və işığın intensivliyi. Yüksək işıqlanma şəraitində transpirasiya daha sürətli gedir, amma yenə də bir müddətdən sonra sabit qalmış edir. Və bitkilər özləri suya olan tələbatına görə 3 qrupa bölünür. Yaşadığı mühitdə, habitatdan, deməli ilin fəslindən asılı olaraq transpirasiya ilə əlaqədar uyğunlaşmaları mövcuddur ki, və buna əsasən də biz bitkiləri deməli 3 qrupa bölürük. Hidrofit bitkilərə, mezofit bitkilərə, bir də kserofit bitkilərə. Hidrofit bitkilərdə suyun səthində və yaxud da suda yaşamağa uyğunlaşmış bitkiləri misal çəkə bilərik. Məsələn, Viktoriyanı misal çəkə bilərik. Hansı ki, onun yarpağı suyun səthində geniş və yastı şəkildə suyun səthində olur. Və hidrofit bitkilərdə mezofil təbəqə, bayaq o dediyimiz yarpaqda olan sütunvari, süngərvari toxuma, bax bu mezofil təbəqə sütunvari və süngərvari parenkim toxumaları şəklində
ayrılmır. Yəni bir növ hüceyrələr olur. Və bu hüceyrələr əsas toxumanın hüceyrələri arasında qazlar mübadiləsi üçün böyük boşluqlar olur. Baxın uşaqlar, sanki bunu biz necə bənzədə bilərik? Məsələn, bu onun dəriciyidir, yarpağın, bu onun hüceyrələridir. Deməli, mezofit hüceyrələrdir və bunların arasında bax belə böyük boşluqlar var. Boşluqların səbəbi də təbii ki, nə üçündür? Yarpaq suyun səthində qalsın deyə. O boşluqlar imkan verir ki, yarpaq suyun səthində üzə bilsin. Və bunlarda ağızcıqların sayı adətən çox olur. Nəyə görə çox olur? Çünki suda olur. Sudan daima belə deyək ki, su vasitəsilə köklərinə daimi su daxil olduğuna görə bunun ağızcığı çox olmalıdır ki, o suyu buxarlandırsın və ağızcıqlar da adətən yarpağın səthində olur, üst tərəfində olur. Təbii ki, yarpaq suyun altında ola bilməz axı, yarpağın altında. Yəni suya olan tərəfdə ola bilməz axı, o boğular. Yəni orada qazların mübadiləsi də getməlidir, oksigen daxil olmalıdır ki, tənəffüs etsin, karbon qazı da daxil olmalıdır. Həmçinin də transpirasiya gedə bilməlidir. Ona görə də suyun üstündə, yəni yarpağın üstündə olur. Bu kimlərə aiddir? Hansı bitkilərə aiddir? Hidrofit bitkilərə. Hidro su deməkdir və suyu sevən bitkilərdən söhbət gedir. Nisbətən rütubətli mühitlərdə uyğunlaşan quru bitkilərlə biz mezofit bitkiləri misal çəkəcəyik. Yəni normal rütubətli yerlərdə, quru yerlərdə olanlar. Bu bitkilərin adətən deməli hər iki tərəfində ağızcıqlar olur. Yəni yarpağının həm üst tərəfində ağızcıqlar olur, həm alt tərəfində ağızcıqlar olur. Ki burada da qazlar mübadiləsi və transpirasiyaya imkan verən bu ağızcıqlar var. Biz həm üst, həm alt tərəfdə olan bitkilərə, məsələn, kələmdir, süsəndir, bunları misal göstərə bilərik. Və onların yarpaqları da hidrofit bitkilər kimi yassı olur, yaşıl yarpaqlar olur. Və amma bunların yarpaqları daha geniş yox, daha çox orta ölçülü olur. Yəni normal ölçüdə olur. Bir də var ki, suyu çox az olan yerlərdə yaşayan, habitatlarda olan bitkilər, bunlara biz kserofit bitkiləri misal çəkəcəyik ki, xüsusilə də transpirasiyanı və artıq su itkisini azaltmaq üçün onlar sudan qənaətlə təbii ki, istifadə etməlidir. Məsələn, nəyi misal çəkə bilərik? Kaktusu misal çəkə bilərik və yaxud da ki, aqavadır, digər bitkilər, hansı ki, bunlar su itkisinin qarşısını almaq üçün bunlarda bir sıra uyğunlaşmalar var. Necə uyğunlaşmalar var? Onların adətən hüceyrələri xırda olur, yarpaqların hüceyrələri xırda olur. Onlarda xloroplastları çox, ağızcıqları xırda və az olur. Amma içində xloroplastlar çox olur. Ağızcıqları azdır, xırdadır və bunların təbii ki, kök sistemi güclüdür. Və gövdə və yarpaqları adətən üzəri tükçüklərlə örtülü olur. Hətta bunlarda deməli yarpaqların üzərində qalın kutikula qatı ilə örtülmüş olur və bu bitkilər quraqlığa uyğunlaşma ilə əlaqədar özündə ehtiyac su toplayır və qida toplayır. Bunları adətən ya gövdəsində toplayır, məsələn, kaktus da gövdəsində toplayır və yaxud da ki, yarpağında toplayır. Məsələn, aloyada məsələn, yarpağında toplamış olur ki, biz bu bitkilərə, uşaqlar, bu cür yarpaq və gövdəsində su toplayan bitkilərə sukkulent bitkilər deyəcəyik. Və biz suyun hərəkətindən danışdıq, mineral duzların hərəkətindən danışdıq. Bəs yaxşı, bitkilərdə fotosintez məhsulları, yəni üzvü maddələr necə daşınır? Təbii ki, bitkilər hüceyrələr tərəfindən qida maddələri, metabolik, yəni fəaliyyət nəticəsində lazım olan bəzi maddələr bitkinin müxtəlif hissələrinə daşınmalıdır ki, bu da təbii ki, fotosintez nəticəsində yaranır. Və bu maddələrin daşınmasında əsas rolu floema boruları oynayır. Baxın, burada biz floema borularını görmüş oluruq. Bunlar floema borularıdır. Floema boruları vasitəsilə floema şirəsi hərəkət etmiş olur. Floema şirəsi dedikdə bu sulu bir məhluldur. Onun içində çoxlu miqdarda saxaroza, qlukoza, üzüm maddə var. Həmçinin bura su da daxildir. Deməli, bunun içində həm su var, saxaroza, qlukoza var. Həmçinin burada hətta deməli, amin turşuları da olur bunun içində, minerallar olur, hormonlar olur. Hansı ki, bitki hormonları karbohidrat tərkiblidir. Və floemdə daşınma ksilimdən fərqli olaraq hər iki istiqamətdə olur. Həm aşağıdan yuxarı, həm də yuxarıdan aşağı olur. Həmçinin burada daha yavaş gedir. Və bunun üçün də buna daha çox enerji lazımdır. Ona görə biz buna aktiv daşınma
deyəcəyik. Amma təbii ki, ksilemdə yavaş yox, sürətli gedirdi və ona enerji ehtiyacı duyulmurdu. Fotosintez nəticəsində üzv maddələr yarandıqdan sonra onlar aşağıya kök hüceyrələrinə doğru hərəkət edir və aşağıya doğru hərəkət edir. Kök hüceyrələrində sintez olunan maddələr isə məsələn deyək ki, burada kök hüceyrəsində sintez olunur amin turşuları, digər azotlu üzv birləşmələr. Bunlar da təbii ki, aşağıdan yuxarıya doğru hərəkət etmiş olur. Ona görə də flayemdə qida maddələri iki istiqamətdə hərəkət edir. Və burada biz iki növ hüceyrələrə rast gələcəyik. Bir var mənbə hüceyrələri, bir də var hovuz hüceyrələri. Bir mənbə hüceyrələri var, bir də hovuz hüceyrələri. İndi gəlin görək mənbə hüceyrəsi nədir, hovuz hüceyrəsi nədir uşaqlar? Mənbə hüceyrələri üzv maddələrin sintez olunduğu yarpaq kimi orqanlardakı hüceyrələrə biz mənbə hüceyrəsi deyirik. Çünki burada, məsələn, yarpağın mezofil hüceyrələrində qlikoza yaranır, fotosintez olunur, qlikoza yaranır və bura qlikoza mənbəyidir və yaxud da saxarozaya çevrilir. Və üzv maddələrin istifadə edildiyi və ya ehtiyat halında saxlanıldığı köklər olsun və yaxud da ki, meyvə olsun ki, bu orqanlara isə biz hovuz hüceyrələri deyirik. Deməli, hovuz hüceyrələrində nə baş verir? Orada üzv maddələr ehtiyat halında toplanır və burada həmçinin sərf olunur. Həm sərf olunur, yəni burada üzv maddəyə ehtiyac yoxdur da, yarpaq onu yaratdı, ona lazım deyil. Göndərəcək kökə ki, kök onu sərf etsin və yaxud da ki, ehtiyat halında toplamış olsun. Daha sonra isə, yəni təkcə hovuzda toplanma baş vermir də. Baxın nə gördük? Saxaroza gəlir peyk hüceyrələrinə. Biz bilirdik ki, peyk hüceyrələri əsas toxumanın bir növüdür. Peyk hüceyrələrindən keçir floemaya və floema şirəsi yaratmaq üçün ksilemdən, bax görürsüz, aşağıdan yuxarıya doğru su hərəkət edir. Ksilemdən floemə su axını baş verir və burada floema şirəsi yaranır. Sonra bu şəkər məhlulu gəlir floema boruları ilə, baxın görürsüz, ələyə bənzərdir. Oradan gəlir, gəlir təzədən peyk hüceyrəsinə keçir və peyk hüceyrəsinə keçdikdən sonra ehtiyat halında gəlir, toplanır hovuz hüceyrələrində. Və deməli böyüməkdə olan köklər, gövdələr, meyvə hissələri deməli şəkəri hovuz şəklində özündə toplanır. Yəni bunlar şəkər hovuzudur. Məsələn kök yumrularıdır, deyək ki, jinşenindir və yaxud da georginin kök yumrularıdır və yaxud da soğanaqlardır ki, bunlar ehtiyat qida maddələri toplayan orqanlar. Mövsümdən asılı olaraq onlar həm hovuz ola bilər, həm də mənbə ola bilər. Yəni yazda deyək ki, floem boruları ilə burada üzv maddələr toplandısa, bu olacaq burada hovuz. Amma növbəti il, tutaq ki, yer kökündə toplandı ehtiyat qida maddəsi və yer kökü hovuz rolunu oynadı. Düzdürmü? Torpağın altında, baxın, torpağın altında yer kökü toplandı, hovuz rolunu oynadı. Və həmin il o yalnız və yalnız vegetasiyanı həyata keçirdi. Vegetasiya dövrü oldu. Yəni yarpaq açdı, yarpaq əmələ gətirdi. Və payız gələndə onun torpağının, onun yerüstü hissəsi deməli yox olur və yerüstü hissəsindən yox olduqdan sonra növbəti yaz fəsli gələndə, qışı keçirir torpağın altından, yaz fəsli gələndə o yenidən cücərməyə baxır. Bəs o cücərməsi üçün ehtiyat qida maddəsini hardan alacaq? Cücərməsi üçün bax, yəni çiçək və meyvə əmələ gətirməsi üçün yerin altından, meyvə köklərindən ehtiyat qida maddələrini alacaq və bu zaman yerin altında olan hovuz hüceyrələri çevrilib olur mənbə hüceyrələrinə, yəni mənbəyə çevrilmiş olur. Və floemdə üzv maddələrin bax bu şəkildə daşınması adətən təzyiq ilə axın nəzəriyyəsi ilə izah olunur. Təzyiq ilə axın, bax burada da yazır bitkilərdə təzyiq ilə axın nəzəriyyəsinə görə maddələr daşınmış oldu. Şəkər hovuzu şəkəri əsasən hovuza ən yaxın mənbədən alır. Bax, bunu da yadda saxlayırıq. Yəni, bu hovuza hansı mənbə daha yaxındırsa, hansı yarpaq deyək ki, daha yaxındırsa, oradan alacaq bu şəkəri. Burada bizə belə bir sual verilir. Nə üçün insanlar bəzi çiçəkləri və ya cavan meyvələri qoparıb bitkidən ayırırlar? Təbii ki, biz bayaq nə dedik? Dedik ki,
Hovuz nə ola bilər? Hovuz ola bilər, bitkinin kökləri ola bilər, meyvələri ola bilər, hətta çiçəkləri belə ola bilər. Və bitki ora öz üzüm maddələrini ora toplayır. Və baxanda nə görürük? Görürük ki, bu bitkiyə heç o, yəni meyvələri çox kiçikdir, yöndəmsiz meyvələrdir, çiçəkləri çox sıx yerləşib bir-birinə və həmin ora üzüm maddələr toplanır. Çünki hovuz rolunu oynayır və biz istəmirik axı bu bitkinin bu meyvələri inkişaf eləsin. Çünki bizə bu lazım deyil. Bu meyvələr bitkinin gücünü alır belə deyək. Biz istəyirik ki, az meyvə gətirsin, amma daha şirəli və bol belə deyək ki, meyvə daha dadlı olsun. Onda biz yerdə qalan o meyvələrin xoşumuza gəlməyənləri qoparırıq, o cavan meyvələri və yaxud da xoşumuza gəlməyən çiçək sıxdırsa onları qopardırıq. Nəticədə daha az olur meyvə sayı, amma o bütün elə bir şirə gedib həmin o hovuz meyvələrində toplanır. Hovuz hüceyrə, meyvələrin hovuz hüceyrələrində toplanır və nəticədə daha şirin meyvələr alırıq. Və yaxud da ki, bitkinin budaqlarını kəsirik, meyvələrini üstündən götürürük, çiçəklərini lazım olmayan hissələrini kəsirik ki, normal, yəni bitkidə maddələr daha normal hərəkət etsin. Yəni bitki enerjisini digər budaqlara sərf eləməsin. Yəni bir istiqamətə hərəkət etsin və nəticədə daha məhsulları, aldığımız meyvələr daha şirin olsun, daha belə xoşa gəlimli olsun. İndi gəlin burada öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Qabıq halqası, baxın buradan göründüyü kimi qabıq halqası çıxarılan iki ləpəli ağac gövdəsinin deməli, bir hissəsini şəkildə göstərilmişdir. Təbii ki, burada nə görürük? Görürük ki, qabıq halqası çıxarılıb, yuxarı hissədə qabıq qatı qalıb, burada üst budağı görürük və aşağı hissədə qabıq qatı qalıb, burada da alt budağı görürük. Ortada olan hissə təbii ki, ksilema borulardır. Burada nə hərəkət edir aşağıdan yuxarıya? Su hərəkət etmiş olur. Bu hissələr isə floema borulardır. Burada da üzüm maddələr hərəkət etmiş oldu. Qabıq halqasının çıxarılması ötürücü toxumalardan bir qrupuna təsir göstərsə də digərinin heç bir zərəri yoxdur. Təbii ki, nəyə təsir göstərir? Floemaya təsir göstərir. Ksilемaya heç bir zərəri yoxdur. İndi gəl suallara baxaq. Qabıq halqasının çıxarılmasından üst və alt budağa hansı təsiri olacaq? Təbii ki, üst budaqdan su gəlir üst budağa və burada normal fotosintez prosesi gedir. Amma alt budaqlara, alt hissəyə yaranmış fotosintez məhsulları gəlib çata bilmədiyinə görə üst budaq yaxşı inkişaf edəcək, alt budaq isə zəif inkişaf etmiş olacaqdır. Meşə və parklarda, ağaclarda belə zədələnmələrin olması xüsusilə hansı fəsildə olan bitkilər üçün daha təhlükəlidir? Nə vaxt ki, bitkinin içində şirə hərəkəti başlayır, suyun hərəkəti başlayır. Bu da təbii ki, yaz və yay aylarında daha təhlükəli olar. Çünki həmin aylarda suyun, mineral duzlarının, maddələrin hərəkəti daha sürətlənir. Bitki hansı habitatda yaşayırsa yaşasın, ətraf mühitdən suyu qəbul etmək üçün kökün osmotik təzyiqi torpaqdakı osmotik təzyiqdən yüksək olmalıdır. Yəni bitki harda olur olsun, onun bax deyə əmci tellərini göstərdik bu şəkildə. Demək istəyir ki, bizə ətraf mühitdən suyu qəbul etmək üçün kökün osmotik təzyiqi torpaqdakı osmotik təzyiqdən yüksək olmalıdır. Təbii ki, burada su az, burada su çox olmalıdır ki, buna doğru, yəni kökə doğru su hərəkət etmiş olsun. Çünki məsələn bu bitki quraqlıq bir yerdə bitirsə, təbii ki, əgər osmotik təzyiq burada çox, burada az olarsa, onda nə edəcək? Bitkinin kökü su itirməyə başlayar axı. Onda nə oldu? Bitki quruyub gedər ki, ona görə də içəridə mütləq osmotik təzyiq aşağı olmalıdır, yox çöldə yüksək olmalıdır. Bunu da tənzimləyən həm yarpağın sorucu qüvvəsidir, ağızcıqlardır və s. İlin soyuq fəsillərində bitkidə maddələrin daşınmasının zəifləməsinə səbəb nədir? Bir temperatur aşağı düşdüyünə görə fermentlərin fəallığı aşağı düşür. Eyni zamanda temperatur aşağı düşdüyünə görə kök təzyiqi də aşağı düşür. Suyun hərəkəti də yavaşlayır ki, bu da gətirir bitkidə maddələrin daşınmasının zəifləməsinə və fotosintezdə zəif gedir, yarpaqlar da tökülür, təbii ki, fermentlərin işi aşağı düşür və bütün proseslər zəifləyir. Fotosintez, üçüncü suala baxaq. Fotosintez məhsulları ksilem borularında niyə daşınmır? Çünki fotosintez məhsullarının daşınması üçün canlı hüceyrələrə ehtiyac var, aktiv daşınmadır, enerjiyə ehtiyac var. Amma ksilem boruları ölü hüceyrələrdir və orada təbii ki, üzüm maddələrinin daşınması mümkün deyil. Necə fikirləşirsiniz? Bitkilər niyə fotosintez nəticəsində əmələ gələn maddələri
hovuz adlandıran hissələrə və orqanlara daşımalıdır. Çünki fotosintez nəticəsində əmələ gələn maddələr yarpaqlarda əgər qalardısa, bu zaman yarpaqda onların miqdarı artdığına görə, ə, belə deyək ki, bitkidə həm osmotik təzyiq aşağı düşərdi köklərdə. Çünki bunlar gəlib köklərə toplanmalıdır ki, osmotik təzyiq, kök təzyiqi yüksək olsun. Həmçinin də bitkinin digər orqanlarına daşınmalıdır ki, təbii ki, həmin orqanlarda ondan həmin üzv maddələrdən bol-bol istifadə edə bilsinlər. İndi gəlin elm və texnologiya hissəsinə də fikir verək. Burada bizə fotobioreaktor deməli göstərilmişdir ki, burada fotosintezi asanlaşdırmaq məqsədi ilə süni işıq mənbələrindən və yaxud da ki, günəş işığından istifadə edərək mikroyosun, siyanobakteriya, mamır kimi fotoavtotrof orqanizmləri yetişdirirlər və nəticədə üzü maddələr istehsal edirlər. Həmin onların yetişdirməklə onlar fotosintez edir və bol-bol üzü maddə istehsal edirlər. Əslində fotoreaktorlar iki cür olur. Bir var açıq sistem şəklində olanlar. Bunlar təbii işıqdan, karbon qazından istifadə edir və üzü maddə yaradır. Bir də var ki, qapalı fotobioreaktorlar, hansı ki bunlar üçün, bax burada göstərildiyi kimi, bir hüceyrəli fotosintetik orqanizm olan xlorella yosununu, bax bu borularda deməli fotobioreaktorlarla çoxaldırlar. Bura müəyyən lazım olan, yəni miqdarda optimal böyüməsi üçün, təmizliyi üçün müəyyən şərtlər daxilində bunları çoxaldırlar. Belə ki, bunlar üçün lazım olan işıqdır, karbon qazıdır, minerallar ilə həmin o xlorellanı, burada olan xlorellanı təmin edirlər və bu cür deməli bioreaktorlardan heyvanların yemləmək üçün, yemini əldə etmək üçün bu fotobioreaktorlardan istifadə edirlər və oradan üzv maddə, biokütlə alırlar. Həmçinin hətta insanlar üçün və ya heyvanlar üçün qida əlavələrinin hazırlanmasında, kosmetikanın istehsalında bunlardan istifadə edirlər və kosmetika istehsalında işlədilən kimyəvi maddələrin emalında bunlardan istifadə edirlər. Və günəş enerjisini bu fotobioreaktorlar etil spirtinə və yaxud da biodizelə çevirməklə deməli yəni biodizelə çevirmək üçün bu aparatdan istifadə edirlər. Günəş enerjisi etil spirtinə və biodizelə çevrilir. Lakin bir dənə əmması var ki, fotobioreaktorlar qalıq yanacaqların, yəni fosil yanacaqların, nefti, qazlı, daş kömürü və s. istifadəsi ilə rəqabət apararaq indiyə qədər ucuz biokütlə istehsal edə bilməmişdir. Yəni çox baha başa gəlir bundan istifadə etmək. Ona görə də hələ də öz belə deyək ki, ucuz biokütlə istehsal edə bilmədiyinə görə hələ də insanlar fosil yanacaqlardan istifadə edirlər. Burada da bizim keçdiyimiz dərslərin deməli xülasəsi verilib. Bu hissəyə də mütləq diqqət yetirin. Bu qədər uşaqlar ikinci bölmənin sonuna yaxınlaşdıq. Üniversiteci tapşırıqları da həll eləyərsiniz və ümid edirəm ki, danışdığımız bütün mövzular sizə tam aydın oldu. Sağ olun uşaqlar.